Hər kəs salam, mən Ayxan. Bu günləri sizlərlə birlikdə Gəncə TikTok videolarına baxırıq. Yəni Gəncədə çəkilmiş TikTok videolarına baxırıq. Bu serimiz xeyirli uğurlu olsun deyirəm. Azərbaycan bütün bölgələrinə inşallah bir-bir baxacağıq. Əgər bu seri tutsa. Ona görə də like at və yorumlarda hansı şəhərin gəlməyini istəyirsənsə yazmağı qətiyyən unutmursan. Allahım ya Rəbbim. Gəncə çox da artmışam. Özüm də Gəncəliyəm. Bu arada videomu ilk dəfə izləyən dostlarımız varsa, sadəcə Türkiyədə yaşayıram artıq. Yəni bərk darıxmışam da, elə-belə darıxmamışam. Bu nədir? Allahım ya Rəbbim. Abşaq Teval. Sep reklamı, ləzzi reklamı. Tamam, qalada çəkilib. Çeçenka saç sevilir hələ də. Məncə çox köhnədə qaldı artıq yəni. Yəni hardasa 2012 falan yəni. Bu nə idman zalı var Gəncədə qadınlar üçün. İlk dəfə görürəm. Əl çəki o saqqalına vaxtın olanda vay. Və bu arada buradan Gəncəni tam olaraq bilməyən insanlar varsa, çünki mən Azərbaycanın hər bölgəsindən izləyirlər və hər kəsə çox təşəkkür edirəm. Yaxşı ki varsınız, cansız, sevilirsiniz. Burada gördüyünüz baxın bu hissədə, yəni Gəncə qapısının içinə daxil olduqda orada muzey var. Bu arada deyin biləsiniz. Getsəz, əgər gedib orada muzeydə baxa bilərsiniz. Bunu eləyəməzsə bu çox temalı. Ay Allah, super. Vay. Super bədəni var. Aldı. Bax belə video super, bax xoşuma gəlir. TikTokun əslində məntiqi budur da, yəni mahnı ilə belə oynayırsan, belə videolar çəkilir yəni. Yoxsa mənim bu nə temadır deyə serimdə olan videolar kimi yox. Elton. Amma super. Eltonu mən hardan tanıyıram, necə tanıyıram? Heç cür yadıma gəlmir. Bilmirəm. Gəncəyə keçən səfər getdiyimdə adısı təxminən artıq neçə olub, bilmirəm. Getdiyimdə axırıncı səfər, yəni uşaqlara dedim, öz tanışlarıma, yaxınlarıma. Dedilər ki, tanıyırsan, amma yadıma gəlmir, halal olsun. Yəni videoma baxırsansa, inşallah çox yaxşı yerlərə gələrsən. Yəni halal olsun. Belə ilk görünümdə çox belə keyfiyyətli insana oxşuyur. Darıxmadım sənin üçün. Allahım ya Rəbbim. Bu seriya onsuz yəni Gəncə ilə başlamalıydım. Çünki öz məmləkətim, öz yerim, öz məkanım. Vallahi çox darıxdım. Allah, bu qız axır ki tapdım. Ay Allah. Bilirsiniz nə olub? Gəlin mən sizə izah edeyim. Deməli mən gedirəm, indi Gəncəlilər yaxşı bilir. Dədəmin aptekindən döndüm, belə yuxarı çıxırdım. Yəni Sümbül tərəfə qalxırdım. Mən də fikirliyəm, telefona baxıram. Bilmirəm başım nəyəsə qarışıbsa telefonda. Təsəvvür belə baxıram da, telefona yol gedirəm. Telefonda nəyəsə baxıram, deyəsə mesajlaşır. Belə başımı qaldıram, risk bunu gördüm. Allahım yarım, bir dənə belə riski səksəndim. Ona kimi bu da qorxdu. Mən də qorxdum, tez yeriməyə başladım. Aleyküm salam. Təbii ki də qonaqpərvərdir. Kokteyl reklamı çox bomba getdi ortada. Bruh. Amma mahnı süperdi, video yox. Aleyküm salam. Allahım. Ah, gözəl Gəncə. Bu arada hashtag Gəncə yazmışam. Yəni rastgele qarşıma kim çıxırsa. Yetməz mi qəribə verdin işgəncə? Zülümün hüdudu olmazmı səncə? Adamsan. Gəncədə kama yetərsən. İndi bax bu mən, bu sən, bu da Gəncə. Allahım ya Rəbbim. Duyğularım yerdən bir oldu. Çox bəlkə videonun yarıda dayandırdım, o qədər yəni. Ah, özümüzü toparladıq biraz. Sirət qalasan, düşəsən dillərə. Burada bu arada Şəbnəmi çox sevirlər yəni Türkiyədə. Otostop belə çəkirsə adamlar Şəbnəm mahnısına qulaq asır. Vay. Həqiqi bir başqa eşitdi da. İstəyirsən get yaşa nə bilim New Yorkda, istəyirsən get yaşa nə bilim Ankarada, İstanbulda fərqi yoxdur. Ən yaxşı yerlərdə yaşa. Yenə də məmləkət Gəncədirsə, vallah adam çox darıxır. Super. Bakı da gözəldir amma Gəncə başqa təbii ki də. Azərbaycan hər yeri başqadır, hər yeri gözəldir. Ay da elitstar cəvlə. Bu həyatda heç kimi bloka atmağa ehtiyac yox. Niyə? O kənardan baxıb kimi itirdiyini
Oo. Necə qızlar qavama çıxır, bilməm niyə. Böyük ehtimalla hər kəs belə hashtag Gəncəli etiketləyib deyə qızlar çoğunluqla. Sen hala unutamadın o kadını değil mi? Ah. Nə qadını unuta bildi, nə Gəncəni qaraçılar. Allah bunlar vapşım temadır. Bir dənə anımı danışaram sizə. Amma bir dənə buna baxaq. Aşağı çətirə, nə yaxşı. Super. Allah xoşbəxt eləsin. Nə deyirdim, harda qalmışdım? Bir dəfə oturmuşam bir dənə restoranların birində, parkda. Ona kimi qaraçılar reski belə gəldi. Bir dənə qız var idi. Allahım ya Rəbbim, bir dənə tez bazar stolu təmizlədi. Bu nə videodur? Mən yoldaşımdan ayrı qalıram. Bruh. Mən otaqda, bəzən mən divanda o otaqda baxırdı. Uşaqlara görə Deyiləm. Bir an deyirlər. İnşallah qismət olsun, Zakataliyə getmək istəyirəm. Vay, 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 vay. Gəncənin hansı qəsəbəsidir? Deyim də sizə. Qaçqınların qaldığı şəhərcik, səhv eləmirəmsə. Ya da bura Gəncə deyil ümumiyyətlə. Çünki bir andan oxşadıram, bir andan oxşatmıram oraya. Maraqlı rəngdir. Super. Nə maraqlı. Super. Məncə çox yaxşı görünür. Azı kənddir. Allahım yarabbim. Allahım, belə də zarafatlaşamazsın. Bəli, şaxtabaya ehtiyacım yoxdur. Çünki özü üçün hər şey edə biləcək bir qız var. Halal. Hə, ürəklə üzünü tutuzdurmağa çalışır, amma mən montaj yetərəklərimlə üzünü bağladım. Allahım, nə gözəl görüşür. Bəlkə də bu dəqiqə mənim qürbətdən izləyən çox Azərbaycanlı var. Gəzməyə qəribə ölkə, ölməyə vətən yaxşıdır. Şəhərdə qalırdın da sən. Nədir ki bu? Allahım, qəsəbədir bura. Gözdə görüm kimi həll edirəm. Təzədən o şəkil maxdığım görüm artıq. Ay, bu nə videoda? Teviyə vaxtaydı ki, bu qabaqda oturan, arxada oturanlar xəbəri olmadı. Allahım. Amma fotoqrafdır deyəsən. Yəni buradan uğurlar arzu edirəm. Allah bərəkət versin. Gəncədən Gəncəlilər salmışsanız, aleykum salam. Gəncə qalası. Vay, vay. Halaldır. Gəncədə harda qalırsınız? Və yorumlara yazın bu arada. Allahım ya Rəbbim, nə qədər belə səhifə var. Elifstar cəmlə. Bax, bax, bax. Gəncədə bu havada oturursan maşına, sırf arabesk da, yəni o qadın oxudu mahnılar arabeskdir. Açırsan, biraz yavaş xod da, insanları narahat eləmədən. Maşın da yoxdur. Allah qismət eləsin arzusunda olanlara. Sadəcə yəni elə bir xəyallar var. Yeter lan yeter! Yeter! Ayda, bu adam evləndi Gəncədə. Mən həmişə görürdüm bunu. Harda görürdüm? Univermaqda. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhidlər ölməz, vətən bölünməz. Bütün şəhid analarının qarşısına da baş əyirəm. Nəysə, istəyirəm elə belə bir gözəl bir video ilə də videonu sonlandıraq. Dostlar, inşallah videomu bəyəndiniz. Bəyəndinizsə like atıb, kanalıma da abunə olmağı unutmayın. Gələn videoda görüşmək üzrə. Bu arada bax, ekranda bir dənə videom çıxıbdı. Ona da baxmayıbsansa tıkla bax. Sevilirsən.